Azər komediyasının məzmunu üzərində iş aparmışdır. İş aparmışdır. Bugün isə biz deməli, keçən dərsimizdə biz rollar üzərində iş apardıq, əsəri səhnələşdirdik. Bugün isə əsərin məzmununa bağlı suallara cavab verəcəyik. Yaxşı, suallar slaydda gedir. Zəhmət olursa uşaqlar, baxın, bir dəqiqədə düşünün, bir yarım saniyədə düşünün. Suallara baxın. Yaxşı. Axundov neçənci illərdə harada anadan olmuşdu? Buyur, Rauf bala. Axundov 1812-ci ildə Şəki şəhərdə anadan olub, 1878-ci ildə Tiflis şəhərdə vəfat etmişdir. Yaxşı. Axundovun neçə komediyası var və hansılar? Biləman qızım, buyur. Axundovun 6 komediyası vardır. Bunlar Hikayət Molla İbrahim Xəlil Kimyager, Hikayət Möhsün Jordan, Həkim Nəbadət və Dərvişin Məsəlşah, Müraciə Vəkillərinin heyəti, Hacı Qara, Sərgüləş Vəzir Lənkəran və s. Hekayəti xüsusən, bəli. Bir də müdafiə vəkillərinin hekayəti. Yaxşı. Axundovun bir dənə rəis nəsr əsəri var. O hansıdır? Buyurun, Nurla. 1857-ci ilin Aldanmış Kavakçı. Aldanmış Kavakçı əsəri. Yaxşı. İndi gəlin əsərin məzmunu ilə bağlı suallara cavab verin. Birisində təsvir olunan hadisələr harada baş verir və Heydər bəy kimdir o nədən şikayətlər? Buyur, Kəmənə qızım. Bütün hadisələr ancaq Qarabağda baş verir. Heydər bəy Qarabağdan şübhələrini bildirir. Onun ata-babası vaxtilə qəsbə qələtlərlə Qulvar Dağısında Gülçol olunmuşdur. O əsasən zamanında şikayətlənir. O düşünür ki, Han Osmanlı döyüşü ayda həftədə bir kərvançanı bir ordu dağıtmaq olardı. Pullar dağılmışın yolunu tapılmış. Yaxşı. Yaxşı. Hacı Qara kimdir və onun narazılığına səbəb nədir? Buyur, Sadiq. Hacı Qara son dərəcə xəsis olan tacirdir, yəni sövdəgərdir. Onun narazılığının səbəb 3 aydır qaladan alıb gətirdiyi bez, qədək, şilə, cilt gətirib, ancaq malı satılmır və 100 manata da zərərdir. Yaxşı. Bəs sonra kimdir və o nə üçün narahatdır? Ağırda ola buyur. Sonra Heydər bəy nişanlısıdır. Ona görə narahatdır ki, qorxur ki, nişanlısı Heydər bəy qaçaqlığa, quldurluğa qoşular, onu həbs edərlər, yenə qaçaq düşür. Bəli, yaxşı. Təbliğ edib qaçaq mal gətirməyə Heydər bəy Hacı Qaraya kim məsləhət görür? Buyur, Kütən qızım. Əsgər bildirir ki, qızı götürüb qaçmır. Heydər yola gətirir ki, mən sənə 15 günə yaxşı qoldan çəkəni iş tapacaq. Sonra isə beylər Hacı Qaranı yola gətirirlər. Hacı Qaraya deyirlər ki, 15 günə qız qızla 50 qızla qazancı olacaq. Yaxşı, bəs Heydər bəy və Hacı Qara niyə belə qaçaq mala getməyə həvəs göstərdi? Buyur, Aytən. Çünki Heydər bəyin pulu yox ki, toyuna edəsin və özünə də sığışdırmır ki, desinlər ki, Qurban bəyin oğlu qızı götürüb qaçdı. Bunu özü üçün ölümdən betər saydı. Hacı Qaranın isə malı siyyanət etmişdi, istəyirdi zərər etsin. Yaxşı. Bəylərin və Hacı Qaranın tutulmasına səbəb nə oldu? Elnarə qızım, buyur. Yolda ermənilər, yəni qazaqlar onları soymaq istəyir. Heydər bəydən qorxub geri çəkilir. Sonra isə Hacı Qara pullu erməni kimliklərini yolda buldur bilib, onlara hücum edir. Və xəbər çıxır ki, əylisli ermənilərin yolda qaçaqlar soyub, onlar da pullarla naçalnikə şikayət edirlər. Yaxşı. Naçalnik hansı şərtlərlə Hacı Qaranın və bəyləri azadlığa buraxdı? Buyur, azad edirsin. Sonra xalq naçalnikə yalvarır ki, onların toyasını olub, onu bassız və pisayət qoymasın. Onda Heydər bəy razı olur ki, Dağıstanın padişah düşmənlərin qabağında öz qanı ilə yüzsün. Naçalnik onu Sona xanımın gözəlliyinə və göz yaşlarına görə bağışlayıram, onu səndən ayrılmıram, ondan yaxşı müqayət ol, yenə belə bir pis iş tutmasın. Hacı Qarançı tükədə və onun bağlarına görə bağışlayın və deyin ki, padişah fikirlə sədaqətli olsun, belə yaman əməllərlə özünü xəlvəzərli etməsin. Yaxşı. İndi birinci mərhələ, dərk etmə mərhələsi başa çatdı. Əsərin məzmunu ilə bağlı sualları sona yetirdik. İndi isə sizi qiymətləndirirəm. Birinci, zəkər komandasında daha çox suallara cavab verən olduğu üçün onlara 5 qiyməti yazıram. Məntiqə 3 qiyməti yazıram. İdraka isə 4 ilə qiymətləndirirəm. Yaxşı, indi isə düşünmə mərhələsinə başlayacaq. İkinci mərhələ başlayır. Bizim bugünkü dərsimiz Hacı Qara əsərinin təhlilidir. Kim deyir uşaqlar? Təhlil nədir? Sadiq təhlil nədir olur? Təhlil analiz etmək, araşdırmaq, əsərdəki sürətlərin xarakterlərini üzə çıxarmaq, hadisələri saf çürük. Hadisələri saf çürük etmək. Tamamilə doğru. Yaxşı. Əvvəla gəlin görək, Axundov bu əsərin mövzusunu hardan götürmüşdür? Buyur, Ləman qızım. Axundov əsəri 1852-ci ildə yazmışdır və o əsəri 1853-cü ildə 15, 18, 25, 29 may və 2 aprel tarixlərində gün nömrələrində dərc edilmişdir. Axundovun deyilənlərə görə Axundovun mövzunu Qasım və Zakir digər məlumatlara əsasən real həyatdan götürülmüşdür. Axundov 1853-cü ildə İrandan qaçaq mal keçirən kontrabandistlərə qarşı sərhəd rayonlarına göndərilən meyilin tərcüməçisi olmuş və o qaçaq mal keçirənlərin sərgüzəştlərini izləmiş və o 5-ci komediyasının mövzusunu bilavasitə gördüyü real həyatdan götürmüşdür. Bəli, yəni real həyat hadisələrindən götürmüşdür. Yaxşı, gəlin əvvəlcə biz
dərsimizlə bağlı, Hacı Qaranın xəstəliyi ilə bağlı bir slayd və mövzuya baxaq. Ondan sonra bir səhnəcik göstərəcək. Sonra isə sual cavabımıza davam edərik. Yaxşı, buyurun. Yaxşı, buyurun uşaqlar. Kişi, nə qayırırsan? Bu yoraq əsbabı qabağına niyə tökürsən? Səfərim var, yola çıxacağam. De görüm, hara gedirsən? Sənə deməli deyil. Necə deməlidir? Qulduğuna ki getməsən, məndən gizlirsən? Elə bir elə zabdır. Bəs eləcəsə heç vaxt gedə bilməzsən. Dur ayalar, get dükanla malını sat. Dükana Allah batırsın. Malı yoxa çıxsın. Satılır məyər? Qoymazsan başımın çarəsini görür. Kişi, başına gələk, nə gəlişdir, çarəsini görəsən. Nə danışırsan? Daxına gələcəkdir. Evim yıxılıb gedib. Düz 100 madin yedək sərənim var. Boğazıma çörək də getmir. Sənin görün boğazın elə tutulsun ki, su dörtməsin, ay göyərmiş. Uşaq qaşıq yığan kimi bu qədər uyuyub neyləyəcəksən? 100 min onunla yeyəsən, içəsən. Sənin pulun tükənməz. 100 manat səhərdə nə özünü öldürürsən? 1000 kərə sənə demişəm ki, sən arvadsan. Ged arvadlığına. Mənə öd nəsiyyət vermə. Yaraqları yerə qoy. Yəni sən bu yaraqları qurşanıb, onlarla adam qorxudacaqsan. Bu tüfəng tapancanın 20'sini üstünə götürəsən, mən bu arvadlığımla səndən qorxmam. Tuğruq bax sənin başına. Səni lənətə gələsən arvad. Toxumunuz yer üzündən götürülsün. İtil buradan. Kişi, dəli olubsan, mən evimdən hara diləcəyəm. De görüm, hara gedirsən? Cəhənnəmə görə. Əl çəkməzsən, nə istəyirsən məndən? Kaş cəhənnəmə görə indiyədək getmiş olaydı. O günü görən və toy bayram edəm. Çi fayda, Əzrailin yolu yumulsun ki, sənin kimi murdarı yer üzündə qoy, gözəl cabanları qara torpaq altına yollayır. Yer üzündə qalan murdarlardan da biri sən özünsən ki, tuğu lənət olub keçibsən mənim boğazıma. Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər yetirməmişəm. Mən niyə murdar oluram? Bir kimsəyə zərər yetirməlisən, xeyir də verməlisən. Ondan ötürü murdarsan ki, öz malını özü yeyib içirsən, nə əyanlar məsəl edirsən. Sən ölsən, heç olmasa arvad uşağını doyunca çörək yeyər. Arvad uşaq zəhrimar yesin. Sənin evində zəhrimar da tapılmaz. Olsaydı, onu da bizə qeyd verməzdi. Yaxşı, çox sağ olun uşaqlar. Yaxşı, axırda bu səhnə ilə bizim diqqətimizə nəyi çatdırmaq istəyir uşaqlar? Buyurun, Mahmud. Mirzə Fətəli Axundzadə bu səhnə ilə bizə Hacıqanın hədsiz dərəcədə xəstə olduğunu bildirirdi. O dərəcədə xəstə idi ki, öz malından ölkünü ailəsindən belə qıymırdı. Yaxşı. Sizcə xəsislik sözünün mənası nədir? Ümumiyyətlə, oğurluq, fuldurluq, xəsislik, bunlar yaxşı xüsusiyyətlərdirmi? Aynen, gözüm görür. Xəsis sözün mənası simmi, isbət, ifrət dərəcədə qənaətçil deməkdir. Bunlar yaxşı xüsusiyyət deyil. Xəsislik insanı acı-göz tamaşaçı olmağa gətirib çıxarır. Oğurluq, quldurluq isə pis əməldir. Yaxşı. Bu xüsusiyyətlər əsərdə hansı obrazlar əks olunur? Görüşdüyümüz qızı. Xəsislik, acı-gözlük, tamaşaçılıq, acıqara sürətində, oğurluq, quldurluq isə Heydər və Bəylər sürətində hiss edilmişdir. Yaxşı. Əsərin mövzusu və ideya əsərdən götürmüşdür. Buyur, Sabit olan. Əsərin mövzusu xəsislik, əsas ideyası isə bunun sinifli cəmiyyətdə oynadığı zararlı rolu açıq göstərmək, xəsisliyin vazifəsini tənqididir. Tamamilə doğrudur. Təqdim edin bir-birinizə. Yaxşı. Suallara hazırlaşmaq üçün sizin cəmsi bircə dəqiqəniz var. Yaxşı. Bir dəqiqə bütün suallara cavab vermək istəyir. Buyurun. Buyur görək. Hazır mısınız? Buyurun.
verir. İkinci mənfi xüsusiyyəti acgöz və tamahkar olmasıdır. Bolluca pul olmasına baxmayaraq 100 manat zərərin dərdini çəkir. Buna görə də 100 manat onun üçün böyük ağrı mənbəyidir. Ancaq görünür o təkcə 100 manatı deyil, insanlığı və şəxsi ləyaqəti də itirir. Üçüncü mənfi xüsusiyyəti oğurluq, ikiyüzlülük və tamahkarlığıdır. Lazım olanda o bəzən mehriban və qonaqpərvər görünür, bəzən də kobud, nəzakətsiz bir adama çevrilir. Burada ikinci soru. Hacı Qaranın belə gülünc vəziyyət düşməsinə səbəb nə oldu? Yazıcı ona hansı vasitələrlə ifşa edir? Hacı Qaranın belə gülünc vəziyyətinə düşməsinə səbəb onun pulu olan hərisliyidir. Yazıcı ona arvadı Tükəzin dili ilə ifşa edir. Yaxud da naçalnik onu zaminə buraxdıqda xahiş edirəm naçalnik Murovun yaşavulları məni tutduqda cibimdən yarım abbasını çıxarıb buyur versinlər. Yaxud da ki, Kərəməlinin Hacı Qara haqqında dedikləri. Hacı çox az must verir, bir də ki, qarnım doymur. Yaxud da ki, bəylərim ona təmbəki istəməsində əvvəl deyir ki, yoxdur. Sonra elə ki, eşidir, qaçaqmalçılığa gerilir. Onda deyir ki, ver qəlyan durdurur. Heydər bəy deyir, bəs kişi deyirdin qəlyan qutarıb, öz oğlu yalanda, öz oğlu bədəlin canını yalanından and içir. Bəli, tamamdır. Yaxşı. Üçüncü suala kim cavab verir? Buyur Fidanlıqın. Hacı Qaranın qaçan mal əldə etmək istəyi ilə fiziki imkanları arasındakı uyğunsuzluq hansı təsvirata üzə çıxar? Hacı Qara həmişə klinik planda göstərilir. Onun danışığı ilə hərəkətləri arasında ziddiyyət var idi. Qaçan mal əlbərinə dəvət edənlərə qoçaqlıqdan dəm vuran Hacı Qaranın yaraqlanma lovğalanması, yaxud Araz çayının kənarından keçərkən onun Təbrizə qaçan mal əlbərinə dəvət edənləri lənətləməsi, yaxud ermənilər onların yoldan kəsəndə Hacı Qara Heydər bəyə deyir ki, fayda, mən səni arxayın oldum, dağda durdum. Yoxsa mən bunlara zərb dəstimi göstərən nadirlərdən gələcək olaraq təmizlərdim. Yaxşı. İkinci komanda buyur. Kim cavab vermək istəyir? Buyursunuz. Heydər bəyin xüsusiyyətindəki zəif cəhətləri hansılardır? Onun oğurluğu karvan uşaqma qarşısında necə baxsınız? Heydər bəy dramatik planda göstərilməsinə baxmayaraq zəif cəhətləri oğurluq və quldurluq etməsidir. O, keçmiş həyat portret xal adətinin tərəfini tutur və zəhmətlə çalışmağı sevir. O deyir ki, pərverdigara necə dövrdür ki, nə at çapmağın qiyməti var, nə də ki, tüfəng yönetməli. Hər aya bir ordu dağıtmaq, bir karvan çapmaq olardı. Heydər bəy iş tapılmır, çünki o keçmişdəki kimi oğurluq və quldurluq etmək istəyir və naçalnik icazə vermir ki, oğurluq və quldurluqla məşğul olsun. Yaxşı. Buyurun Allah. Sizcə naçalnik Heydər bəyi zaminə verməsinə əsl səbəb nə oldu? Sona xanımın yalvarışları, yoxsa Heydər bəyin padşahın düşmənlərini qabağında vuruşmağa hazır olduğunu bildirməsi? Bəs Heydər bəy vuruşmaq istədiyi düşmən kim idi? Hər ikisi də səbəb oldu, ancaq əsərin sonunda Sona xanıma naçalnik deyir ki, bax sənin gözəlliyinə və göz yaşlarına görə onu səndən ayırmıram. Ondan yaxşı müğayət ol. Həm də Heydər bəy özü söyləyir ki, mən bu təqsirimi padşahın düşmənləri qarşısında Dağıstanda yumağa hazıram. Padşahın düşmənləri dedikdə isə Dağıstan Şeyx Şamilin başçılığı altında Dağıstan xalqları ilə Rusiya arasında gedən müharibədə nəzərdə tutulurdu. Yaxşı, üçüncü partisdə kim cavab verməkdir? Mahmud buyur. Nə üçün Cənubi Azərbaycan bizim torpaqlarımız olaraq Hacı Qara və bəylər ora başqa dövlətin ərazisini baxırlar. Biz bilirik ki, 1828-ci il fevralın 6-sı Türkmənçay müqaviləsinə əsasən İran Şimali Azərbaycan iddialarından əl çəkir. Əvvəl işğal edilmiş xanlıqlarla yanaşı Naxçıvan və İrəvan xanlıqları Rusiyaya qaytarılır. Sərhəd ərazi sayı müəyyənləşir. Yəni Azərbaycan iki hissəyə bölünür. Cənub hissəsi İranın, şimal hissəsi Rusiyanın. Ora başqa dövlətin ərazisi olduğu üçün mütləq ora başvurd alıb getmək lazımdır. Bəli, görürsünüz uşaqlar. Nə olub? İndi də bugün də 30 milyon Azərbaycanlı İran ərazisində yaşayır. Onların nə dili var, nə məktəbləri var. Yetim verilmənin hər bir hüququ var, amma bizim Azərbaycanlıların heç bir hüququ yoxdur. Bu da Azərbaycan dövlətinin elə parçalanması oradan başladılar. Parçalana, bölünə. Bugün də ermənilər 20% torpaqlarımızı tutublar, hələ də gedib ala bilmirik. Yaxşı, sonra kim cavab vermək istəyir? Buyur Samaya qızım. Komediya tükənin obrazları haqqında nə deyə bilərsiniz? Komediya Tükəz və Sonaxanın müsbət qadın sürətləridir. Tükəz Hacı Qaraya tamamilə zidd verilmişdir. O ərinin murdar xasiyyətinə qarşı çıxır, onun xəstəliyə görə hislənirdi və Hacı Qaranın bəylərlə qaçaq maldancı getməsinə mane olmağa çalışırdı. Tükəz ağıllı və cəsur bir qadındır. Komediyanın əsl surəti olan Sonaxanım isə obada açıqda böyümüş, təmiz ürəkli, dilbaş bir kəndli qızıdır. Qaçaqlı malları ilə məşğul olmasına baxmayaraq Heydər bəyi sevir və axıra qədər sevgilisine sadiq qalır.
Sona xanım Şansı Heydər bəyə onun toysuz və xərcsiz götürüb qaçmasını söyləməkdə məqsədi onu öz təsir altına salmaq, quldurluq qaçaqlıqdan çəkindirmək, başına ağıl qoyub işə sahib etməkdir. Sona xanım ondan qorxurdu ki, yenicə həbsində qoyulan Heydər bəy təzədən quldurluq qaçaqlığına üstünü tutular və yenidən həbsə düşər. Bunun günü yenidən qara olmağa başlayır. Heydər bəy qaçaq maliyyə üstünə tutulduğu zaman Sona xanım açan ki, mən dilimdən kağız verirəm ki, bundan sonra Heydər bəy heç bir zaman işə qoymayam deyə öz yarılmaz hərəkətlərin qabağını almağa söz verir. Yaxşı, buyurun Ayşən qızım. Naçalnik bizim vermənlər haqqında danışığına diqqət yetirsə, o xalqımıza necə münasibətləsə, o bizim xalqı Tatar adlandırır. Burada kinayə nasıl münasibət var. Sonra deyirlər ki, Tatar tayfası tamam yalancı olur. Sonra yasağı gəlir ki, əyizləri soyanları tuturlar. Murad deyir ki, yəni Tatarlardır. Naçalnik deyir, yoxsa xəyal edirdin ki, İngilis ya frəndirlər. Bu sözlərdə kinayə, ironiya var. Naçalnik deyir, quldur həmişə Tatarlardır. Ohan deyir, bizdən quldur çıxmaz. Naçalnik kəs səsini, bu sizin doğulunuzdan deyil. Bu ondan ötürdür ki, siz cürət edə bilmirsiniz və bacarmırsınız. Axundov onları qorxaq yaltaq 200-lü kimi qələmə vermişdir. Yaxşı. Uşaqlar, bax, ermənilərin o xislətindəki pislikləri elə 200 il bundan qabaq Axundov görür. Bax, indi burada slayt, əvvəl slayt tapaq, sonra fikirlərimizi mübadilə edəyək. Bax, görürsünüz, Hacı Qaranın Kırtıca dediği sözdə, indi bu filmdə tamam başqa cür biraz veriblər. Amma orada deyir, sizin qanunuz çoxdan alaldır. Hələ bu vaxtdacan tökləmə olmuyor. Və yaxud da Orhanın özünün olmayan bəyzadəyini sübut eləməsi. Yaxşı, buna münasibətiniz necədir? Buyur, Ləman. Biz fragmentdə gördüyümüz kimi burada Orhanın olmayan bəyzadəni sübut etməsindən və deməsindən ki, mən sunumcunun bu tərəflərində bəlkə yazılmış. Yalancılıq onların keçmiş peşəsidir və buna sübut olaraq da indi torpaqlarımızın 20%-i maddi və mənəvi sərvətlərimiz onların əlindədir. Buna bir sübut olaraq 3 gün gecə hanım gecəsini keçirdiyimiz Xocalı faciəsi də sübutdur. Bəli, uşaqlar, burada biraz xəritə düzdür, biraz yaxşı görünür, amma görürsünüz, bax, burada 20% torpağımız, indi kompüterlərdə imkan vermir, 20% torpağımız ermənilərin əlindədir. Bugün də bizim milli maddi sərvətlərimizlə yanaşı, nəinki onları, musiqilərimizi uğurlayırlar, sarı gəlini, sonra musiqi alətlərimizi uğurlayırlar, yeməklərimizi öz adına çıxırlar, düzdürmü? Buna da, hələ bu 3 gün bundan əvvəl keçirdiyimiz Xocalı faciəsi bunun tam sübutudur. Ermənilərin olmayan soyqırımını dünya qəbul edir, amma Azərbaycanlıların 20 il bundan əvvəl olmuş, faktlarla olmuş hadisələri deməli, qəbul etmək istəmirlər. Buna misal, məsələn, bu yaxınlarda Fransanın qəbul etdiyi türklərə qarşı o qətl
qəti qərar, parlamentdə qəbul olunmuş qərar, bu da buna misal ola bilər. Nəinki indi ermənilər 20% torpaqlarımızı alıblar. Yəni onları bu torpaqların almasında o vaxtki hakimiyyət rəhbərlərinin də günahı çox idi. Bilirsiniz ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqillik qazanması və atəşkəsin yaranması, müəyyən qədər oğullarımızın da şəhid olmaması, bu da dövlətimizin irəli getməsinə apardı. Və bugün də onun davamçısı olan İlham Əliyevin Azərbaycan dövlətini yüksəklərə qaldırması. Görürsünüz, dövlətimiz gün-gündən inkişaf edir, bayrağımız daha da ucalara qalxır. Düzdürmü? İdmandan nailiyyətlər qazanırıq, təhsildən nailiyyətlər qazanırıq, yolların çəkilməsi, məktəblərin tikilməsi. Təbii ki, mədəniyyət haradan başlayır? Məktəbdən başlayır. Savad, elm, Azərbaycanın irəli getməsi elmdən bağlıdır və bir də yollardan başlayır. Və bizim ölkəmizin bu cür inkişaf etməsi yəqin ki, gələcəkdə Azərbaycanın daha da ucalara gedib çıxmasına nail olacaq və bunda da sizin yəqin ki, mütləq əməyiniz olacaq. Siz yaxşı oxuyacaqsınız, dövlətimizi, bayrağımızı yüksələ qaldırmaqda bizə də kömək edəcəksiniz. Yaxşı uşaqlar, gəlin əsərin təhlilinlə bağlı suallara başlayaq. Yaxşı, əsərin baş qəhrəmanı kimdir? Hacı Qara yoxsa Heydər bəy? Buyur Ceyhun oğul. Komediyanın baş qəhrəmanı Heydər bəy yox Hacı Qaradır. Çünki Hacı Qara əsərdə yazısının qoyduğu məsələ xəstəliyi insanda yaratdığı eybəcər sifətləri tənqid ilə çıxaracaqdır. Buna görə də əsər yazısının qəhrəmanın adı ilə bağlıdır. Yaxşı, əsərdə hadisələr neçə xətt üzrə inkişaf edir? Buyurun Nurdan bakalım. Əsərdə hadisələr 2 xətt üzrə inkişaf edir. Birinci Heydər bəy ilə bağlı, ikinci Hacı Qara ilə bağlı. Heydər bəy toy üçün pul tapmırdı. Hacı Qara isə 100 manat zərərə düşmüşdü. Zərərin yerini doldurmaq üçün onlar bu məqsədlə qaçaq müharibəyə gedirlər. Yaxşı. Əsərdən hansı nəticəni çıxartdınız bu əsərdə? Buyur görüb Tehran edir. Müəllimə, başa düşdüm ki, indiki zamanədə oğurluq, qulduruq çox pis əməllərdir və simicliyin axırı yoxdur. İnsanlar yaxşılıq etməyi bacarmalı və pul qazanmalıdır. Həmin pulu isə ehtiyacı olanlarla bölüşməlidir. Biz isə yaxşı oxumalı, vətənimizi, millətimizi, bayrağımızı hər zaman yüksəkliyə qaldırmalıyıq. Bəli, yaxşı inşallah. Bununla da artıq əsərin təhlilini yekunlaşdırır, amma gəlin baxaq, biz Hacı Qara komediyası ilə nəyi öyrəndik? Bugün biz Hacı Qara ilə bağlı nəyi öyrəndik? Buyur Aytən qızım. Dram əsəri olmasın. Sonra nəyi öyrəndik uşaqlar? Buyur Həlimə qızım. Axundovun 5-ci komediyası olmasını. Yaxşı, başqa nəyi öyrəndik? Buyur Tehranə. İki adlı əsər olmasını, hekayəti Mərdəxəsi və Hacı Qara. Yaxşı, Aynur buyur qızım. Sonra nəyi öyrəndik? İlk dəfə ilk birlik xəsis obrazı, yəni diribaş xəsis olması, ilk dəfə xəsis obrazının ədəbiyyatımıza gəldi. Bəli, bax uşaqlar yadınızda saxlayın. Axundovu Azərbaycanın Molière adlandıracaq. Siz bilin ki, dünya ədəbiyyatında ilk xəsis obrazını Molière gətirib və Azərbaycan ədəbiyyatında da ilk xəsis obrazını ədəbiyyata Axundov gətirmişdir. Bir də Elnur, başqa nə öyrəndik oğul Axundovla bağlı? Bəli, siz bilirsiniz ki, Axundovun yerdə qalan o 6 komediyasından 5-i 3-4 məclisdən ibarətdir. Yalnız Hacı Qara böyük həcmlidir, 5 məclisdən ibarətdir. Ən axırda sonra nəyi öyrəndik? Buyur Sadiq Bala. Azərbaycan səhnəsində tamaşaya qoyulmuş Hecayət Vəziri xanım Lənkəran komediyasından sonra ikinci bölüm. Bax uşaqlar, bunu bilin. Azərbaycan səhnəsində ilk dəfə teatrın yaranmasında Axundovun əsərləri böyük rol oynayır. 1872-ci ildə Həsən bəy Zərdabinin başçılığı altında Nəcəf bəy Vəzirovun da tanıdığımız yazıcı, onun da iştirakı ilə birinci Hekayət-i Vəziri xanım Lənkəran, ikinci tamaşa isə 1853-ci ildə yenə eyni truppanın başçılığı altında Hacı Qara komediyasıdır. Bununla da təhlili yekunlaşdırıram, düşünmə mərhələsi də bitdi, komandaları qiymətləndirirəm. İndi zəkan komandası biraz iştirak etdiyi üçün sizə 4 yazıram. Məntiqə 5 yazıram, idraki isə 3 ilə qiymətləndirirəm. Yaxşı, indi isə gəlin uşaqlar, konseptual cədvəl hazırlamışam, gəlin baxaq. Konseptual cədvəl. Yaxşı, siz bilirsiniz ki, bizim keçən dərslərimiz nə olmuşdur? Vaqif, eləmi? Hayır ki, yoxdur. Sonra biz Zakirin Durnalar əsərini keçdik və 3-cü dərsimiz isə bizim oldu Axundov. Gəlin bunları qarşılaşdıraq. Qarşılaşdıraq görək bunların oxşar, fərqli, nə oxşar cəhətləri var, nə fərqli cəhətləri var. Buyurun, kim gəlib iştirak eləmək istəyir? Buyur Fidan qızım, gəl görək. Hər şeyin yaxşılığında neflə vaid şeirlər var. Bəli, hər üçünün yaradıcılığında neflə vaid şeirlər vardır. Başqa kim gəlib yazmaq istəyir? Elnarə qızım, gəl görüm. Vaxtda etiklər yox, izahlıqda nəzməklər
Bəli. Axundov bəy, sən aldanmış dramatik Povesti, bəli. İlk realist povesti. Bunu yadınızda saxlayın. Yaxşı. Bəs dramatik növlə bağlı kim gəlib yazmaq istəyir? Gəl görüm Elnur. Gəl. Maliyyə Nəzarətin əsərlərində dramatik növ yoxdur. Bəli. Axundzadənin əsərlərində isə dramatik növ var, o da komediya. Komediyalar, bəli. Dram əsəri, dramaturgiyanı kim gətirir? Axundzadə gətirir. Azərbaycan ədəbiyyatına. Yaxşı. Başqa kim gəlib yazmaq istəyir? Sabirgə görüm oxu. İctimai motivli mövzusu səndədir, eləmi? Nə var? Hə. Vaqifdə hayf yoxdur. Aha. Aha. Zakirdə durnalar. Aha. Axundovun komediyalarının hamısında ictimai motivli mövzular. Yaxşı. Həlimə qızım buyur, məhəbbət lirikası varmı Axundovun yaradıcılığında? Hər üçün yaradıcılığında. Yaxşı. Azərbaycan ədəbiyyatına novatorluq, nə yeniliklər eləyiblər bu yazıçılar? De görüm Ayşə. Vaqif realizm əsasını qoymuşdur. Zakir satirik üslubun, Axundov isə dramaturgiya əsasını qoymuşdur. Azərda qızım buyur, şifahi xalq ədəbiyyat nümunələri, yaradıcılıqlarında var mı onların? Hər üçü şifahi xalq nümunələri yaradıcılığı istifadə etmişdir. Yaxşı. Cədvəli də bitirdik. Çox sağ olun uşaqlar. İndi yenə qiymətləndirmə aparaq cədvəllə bağlıdır. Sonra isə zəka qrupuna 3 yazıram, məntiqə 4 yazıram, idraki isə 5 ilə qiymətləndirəm. Yaxşı uşaqlar, indi isə gəlin biz artıq yorğunluğumuzu ataq, biraz oyunlar oynayaq, düzdürmü? Hə? Əməkli yorğunluğumuz da çıxsın. Başlayaq görək. Sizə bilirsiniz ki, iş vərəqləri hazırlamışam. Bu iş vərəqləri ilə hələ heç kəs heç nə yazmır. Eyni zamanda başlayacaq. Əsərdəki xüsusiyyətlərə məxsus olanlar da bir dəqiqə. Eyni zamanda başlayacaq. Eyni zamanda başlayacaq. 1, 2, 3 başlayacaq. Kim hansı zamanda Kim birinci tutarsa hansı komanda elini kaldırır? Tam dayanır. Artık orta komanda tutardı. Başlayın. Birinci komanda. Zeka bu. Başlayın göre. Neçə dənə yazmışsın? 10 dənə. Oxu göre. Açıqlara acgöz, tamanca, xəsis, sövdəcər, hiləcər, pulcil, çırdı, Yaltaq. Yaxşı, Heydər bəy. Cəsur, mərd, ağır əxəmət. İzahı səsələn, igid, yoxsullaşan bəzən də quldur. Neçə dənə yazmışsın? 8 dənə yazmışsın. Yaxşı, sona vetkər. Sadə, tədbirli, qətiyyətli, dərin məhəbbətlə sevən adam. Aman. Bəli. Yaxşı, neçə dənə yazmışsın? Bizdə 9. 8. 8 dənə. Deməli, ən birinci idrar komandası tutardığı üçün onlar daha yaxşı qiymət alırlar, çünki onlar daha tez yazılır. Amma zeka komandası daha çox olaraq məxsus xüsusiyyətləri sırdalayır. Yaxşı uşaqlar. İndi isə gəlin. İndi isə gəlin uşaqlar. Biraz onlara başlayalım. Yaxşı, düşünün. Başqa da bağlı düşünün. Görürsünüz də buradan uşaqlar. Görmüşsünüzsə qiymət cədvəlinin üstündən atın. Görürsünüz. Hə, yaxşı uşaqlar. Bitti. Buyurun. Kim gəlib yazmaq istəyir? Buyur Aytən qızım. Bəli, bu fənlərarası əlaqə
Kimya ilə bağlı sual, eləmi? Yaxşı. Kim gəlib yazmaq istəyir? Adil, buyur görək onu. Təzyiqin vahidi pascal. Yaxşı, sonra kim gəlib yazmaq istəyir? İnsanlar buyur. Beynəlxalq stajyer şikayəti. Yaş Azadı qızı buyur. Zərbələr nəfəslə aid olan həcərə. Bəli, zoologiya ilə bağlıdır, elə mi bu sual? Buyur Aynur qızım. Bu nə ilə bağlıdır? Riyaziyyatla bağlıdır. Nədir bu? Metanizm xatirəti patentləri korrelasiyasıyla bərabərdir. Bu düstur hansı teoremi xarakterizədir? Pifagor teoremi. Tamam, nə bu? Morfologiya və sintaksisinin aid olduğu bölümlər qrammatik. Qrammatika, bəli. Bu da Azərbaycan dilə bağlıdır, düzdürmü? Bu il keçdiyimiz mövzularda. Azad buyur. Gel görüm Azad. Neyle bağlıdır? Bu coğrafyayla bağlı. Nədir o? Ölkədə. Paytaxtı ki olan dövlət Ukrayna. Sonuncu sual. Ceyhun buyur. Nədir o? O da coğrafyayla bağlı, değil mi? ABŞ-ın en büyük yarımadası Alyaska. Yaxşı uşaqlar, crosswordu da işlədik, qrupları yenidən qiymətləndirirəm. Burada da bax crossword edir. Baxın görün yazdıqlarını slayddakı crosswordla üst-üstə düşürmü? Yaxşı. Zəka qrupunu yenidən 4 qiymətlə qiymətləndirirəm, məntiqi də 4 ilə qiymətləndirirəm, idraki də 4 ilə. Çünki uşaqlar hamısı eyni səviyyədə suallara cavab verdilər. Yaxşı uşaqlar, bu günlük dərsimizin artıq sonuna çatdırıq və yekunlaşdırmağa başlayırıq. Əvvəla sizə ev tapşırığı verim. Ədəbiyyatdan Hacı Qara əsərinin təhlili ilə bağlı suallara evdə cavab verərsiniz. Komediya, dramatikni o haqda oxuyarsınız və Azər ədəbiyyatdan 8-ci sinif Axundovla bağlı testlərin hamısını işləyərsiniz. Gələn dərsimizdə müzakirə edirik. İndi isə sizin dostlarınızın slaydda bir prezentasiyası var Mirzə Fətəli Axundovla bağlı. Əvvəl o təqdimata baxaq, sonra isə sizdən yenə sual verəcəm.
uşaqlar. Bu da uşaqların təqdimatıdır. İndi bizim bir 5 dəqiqədə vaxtımız var. Gəlin mən sizinlə bir debat edeyim. Yaxşı, mən deyirəm ki, bax, Hacıqara sövdəgardır, tacir adamdır. Mən deyirəm ki, Hacıqara xəsis deyil. Mənə necə sübut edirsiniz ki, Hacıqara xəsisdir? Çünki bu adam malını satır, tacir adamdır da, hər dəfə 100 manat ziyana getsə, bunun bütün malı batar, düzdürmü, dövləti batar. İndi onu mənə necə sübut edirsiniz ki, o xəsisdir? Buyur görüm Samaya. Çünki Hacıqaranın yanı belə gəldiyi zaman onlardan təmək istəmişdi. Ancaq o təməki verməmişdi. Ancaq pul adını eşidən kimi sırası deyir ki, vardı. Amma o dəqiqə deyir ki, vardı. Ancaq oğlunun canına and içmişdi. Mən bir də ailəsində heç bir şey qoymur, zəhər bile qoymur. Sonra başqa kimin fikri var? Buyur görün nə almışsın. Mən söhbət zamanında neçə ay belə məni götürməyə gələndə cibimdən yarım abbası pulu götürüblər və mən onun geri qaytarılmasını istəyirəm. Və Naçalnik deyir ki, sən onun yarım abbasını verin. Yəni bir yarım abbasını belə qıymayan bir insan necə xəstə olur? Sonra başqa, bunu da tam inandıra bildirməm. Sonra başqa. Sonra oğlu bədən ona yemək gətirdikdə, oğlu atasına xahiş edir ki, ata elə ye ki, qoluna da qalsın. Sonra qoluna da qalsın. O qoluna da qalsın. O da deyir ki, qul yeməsə də olar. Gedir adlı o işini gör. Almaları belə saymışam. Bəlkə biz fragmentə baxaq. O fragment də var. O devamına baxaq. Başqa kimin nə fikri var? Başqa kimin nə fikri var Hacıqarla bağlı, xəstlə bağlı? Biz axı bir slayda baxdıq. Orada nə deyirdi Naçalnikə? Hə? Mən burada onun yarım abbası qaldı. Hə, deyir, Murovun yasovları cibindən nəyə götürür? Yarım abbası, onu verməsələr ölərir. Özü filmi, bax, uşaqlar, böyük aktyorumuz Siyah Şahsıvan başrolda iştirak edir. Məlik Dadaşov, Allah rəhmət eləsin, rəhmət edir. İndi o qalanları da cansız. Görün, necə gözəl canlandırırlar. Bu filmə baxmağı sizin alınıza tövsiyə edirəm.